Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Əmək pensiyaları indeksləşdiriləcək xəbəri verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. Sərəncama əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2026-cı il yanvarın 1-nə 2025-ci il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq 2026-cı il yanvarın 1-nədək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü ilin yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq sığorta olanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-nədək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçiriləcək. Sərəncama əsasən Nazirlər Kabineti bu sərəncamın irəli gələn məsələləri həll etməlidir. Bu sərəncam 2026-cı il yanvarın 1-dən tətbiq edilir.